Heç belə bir şey olubmu? Nə qədər çox istəsəniz, nə qədər çox çalışsanız da, bəzi hədəflər sanki sizdən bir o qədər uzaqlaşır. Bob Proctor həyatının təsəvvür edin 60 ilini məhz bu sualın cavabını tapmağa həsr edib. Bugün biz cazibə qanununun niyə çox vaxt bizə qarşı işlədiyi barədə, onun üzə çıxartdığı o gizli həqiqəti araşdıracağıq. Bu əslində çoxumuzun qarşılaşdığı bir paradoksdur. Bütün diqqətimizi, bütün enerjimizi arzuladığımız şeyə yönəldirik, amma sanki görünməz bir divar bizi ondan ayırır. Nə qədər çox istəyiriksə, o hədəf bir o qədər də əlçatmaz olur. Bəs bu kosmik zarafatın səbəbi nədir? Yəni, niyə istəmək əks nəticə verir? Sən demə, problem qanunun özündə deyilmiş. Problem bizim istəklərimizi göndərdiyimiz o səhv ünvandadır. Gəlin bu sirri birlikdə açaq və görək, əslində səhvi harada buraxırıq. Əsas sir bax budur. Kainat, bilirsiniz, bizim sözlərimizi, dualarımızı eşitmir. O, bizim vibrasiyamızı, yəni daxili hissiyatımızı, daxili vəziyyətimizi oxuyur. Məsələn, mən daha çox pul istəyirəm dediyinizdə, sözlərinizin arxasında gizlənən və daha güclü olan bir siqnal göndərirsiniz. Mənim pulum yoxdur. Baxın, burada iki tamamilə fərqli reallıq var. Tələb edən mövqeyində olanda siz əslində kainata məndə yoxdur siqnalı yayırsınız. Bu əskiklik vibrasiyasıdır. Lakin qəbul edən mövqeyinə keçəndə siz artıq ona sahib olmanın enerjisinə, o hissi yayımlayırsınız. Fərq inanın ki, nəhəngdir. Biri hələ də qapının ağzında icazə gözləyir, digəri isə artıq içəridə, qonaq otağında rahatca əyləşib. Deməli, həll yolu nədir? Düşünməkdən hiss etməyə keçmək. Bu, sadəcə bir zehni məşq deyil. Bu, bütün varlığınızla, bütün hüceyrələrinizlə etdiyiniz bir dəyişiklikdir. Bax, bu Proctor'un dediyi kimi oyunu dəyişən sualdır. Bir anlıq dayanın və sadəcə düşünün. Yox, hətta düşünməyin, hiss edin. Sözləri unudun. Əgər arzuladığınız o şeyə elə indicə sahib olsaydınız, daxilinizdə hansı hisslər oyanardı? Gəlin bir nümunəyə baxaq. Tutaq ki, maddi azadlıq arzuluyursunuz. O pula sahib olmaq sizə əslində nə hiss etdirərdi? Təsəvvür edin, çiyinlərinizdən o ağır yükün qalxdığını. O daimi narahatlığın yerini dərin bir təhlükəsizlik və yüngüllük hissi alardı. Hər səhər minnətdarlıqla oyanardınız. Baxın, sizin əsl hədəfiniz o kağız parçası deyil, məhz bu hisslərdir. Bəlkə də indi düşünürsünüz ki, yaxşı da, bu sadəcə xəyal qurmaqdır. Amma bu, bundan qat-qat dərindir. Siz təxəyyülünüzdə gələcəyin bir enerji planını, bir şablonunu cızırsınız və heyrətamiz olan odur ki, reallıq bu plana uyğunlaşmağa başlayır. Hətta kvant fizikası da bunu deyir. Bizim diqqətimiz və enerjimiz reallığın özünü formalaşdırır. Ancaq bu prosesdə çox böyük bir maneə var. Sizin bütün şüurlu səylərinizi sabotaj edə biləcək bir güc, şüuraltı mənlik obrazınız. Bu, inanılmaz dərəcədə güclü bir bənzətmədir. Hər birimizin içində bir növ maliyyə termostatı var. Təsəvvür edin ki, sizin termostatınız 1000 manata ayarlanıb. Siz çox çalışıb 2000 qazana bilərsiniz, amma şuuraltınız sizi öz komfort zonasına qaytarmaq üçün hər şey edəcək. Maşın qəfildən xarab olacaq, gözlənilməz bir tibbi xərc çıxacaq. Tanış gəlir, deyilmi? Bunun səbəbi isə budur. Bizim şuuraltımız şuurlu iradəmizdən təxminən 1 milyon dəfə daha güclüdür. Bu, sanki velosipedlə yük qatarını itələməyə çalışmaq kimidir. İradə gücü tək başına bu döyüşdə uduzmağa məhkumdur, çünki qarşısında daha güclü bir proqram var. Amma ən yaxşı xəbər budur, bu daxili proqram sizin bir parçanız deyil. O, uşaqlıqdan bəri başqalarının fikirləri, keçmiş uğursuzluqlar və cəmiyyətin təzyiqi ilə yazılmış bir koddur. Və hər bir proqram kimi, onu da silmək və yerinə tamamilə yenisini, güclüsünü yazmaq mümkündür. Yaxşı, bəs bu daxili proqramı necə yenidən yazaq? Gəlin indi nəzəriyyədən birbaşa təcrübəyə keçək və bu daxili tavanı qırmaq üçün 30 günlük konkret bir plana nəzər salaq. Bura çox diqqətlə qulaq asın. Bu, divanda oturub möcüzə gözləmək prosesi deyil. Siz yeni vibrasiyanı yaymağa başlayanda, kainat sizə işarələr göndərəcək. Qəfil bir fikir, kiməsə zəng etmək istəyi, yeni bir kitab haqqında eşitmək, sizin işiniz bu intuitiv impulsları tutmaq və dərhal hərəkətə keçməkdir. Hətta ən kiçik addım belə böyük dəyişikliklərin başlanğıcı ola bilər. Bəs niyə məhz 30 gün? Bu rəqəm təsadüfi deyil. Elm sübut edir ki, beynimizdə yeni nevron yolları, yəni yeni düşüncə cığırları yaratmaq üçün minimum bu qədər vaxt tələb olunur. Siz sözün əsl mənasında beyninizin fiziki quruluşunu dəyişirsiniz.
Planın ilk hissəsi səhər ritualı. Bunu oyandıqdan dərhal sonra zehninizin ən həssas olduğu o alfa vəziyyətində edin. Məsələ sadəcə sözləri təkrarlamaq deyil. Onları yazın, səsli oxuyun və ən vacibi hər bir ifadənin həqiqət olduğunu bütün vücudunuzla hiss edin. Bu, günə başqalarının gündəminə reaksiya verərək başlamaq əvəzinə öz reallığınızı özünüzün proqramlaşdırması deməkdir. İkinci hissə isə gün ərzində tətbiq olunur. Zehninizə köhnə, məhdudlaşdırıcı bir fikir gələn kimi, onu bir alaqotu kimi tutun. Özünüzə deyin, aha, bu köhnə proqramdır və dərhal onun yerinə əvvəlcədən hazırladığınız yeni, güclü bir toxum əkin. Bu, zehin bağçanızı alaqotlarından təmizləyib yerinə bərəkətli bitkilər əkmək kimidir. Sonda hər şey bu tək, amma inanılmaz dərəcədə güclü fikrə gəlib çıxır. Siz şəraitin qurbanı deyilsiniz. Siz onların memarısınız. Xarici dünyanızda gördüyünüz hər şey, istər yaxşı olsun, istər pis, sizin daxili dünyanızın güzgüdəki əksidir. Əsl güc sizin daxilinizdədir. Elə isə sual budur. Bugün zehninizin bağçasına hansı yeni toxumu əkəcəksiniz? Hansı köhnə inancı buraxıb, hansı yeni hissi yaşamağa başlayacaqsınız? Seçim sizindir. Memarlıq planı hazırdır. İnşaat isə indicə başlayar.